Yaddaşınızı silmək şansı verilsəydi, razı olardınız. Bəli, Nəyi silərdiniz? hər şeyi. 4 il bundan qabaq nə yaşamışamsa hər şeyi. Nəyi silmək istəyərdiniz? Pis xatirələri. Yaddaşınızı silmək şansı verilsəydi, razı olardınız. Məncə yox. Yəni ehtiyac yoxdur. Bu vaxta kimi istədiyim kimi yaşadığımı fikirləşirəm. Məncə 4 il əvvəldə qalıb bu. Yəni unutsam daha yaxşı olardı, amma yenə də həyat davam edir təbii ki. Yaddaşınızı silmək şansı olsaydı, razı olardınız. Olardı. Nəyi silərdiniz? Son 5 ildə yaşadığım hər şey. Nə üçün? Yaxşı şeylər yaşamamışam ona görə. Xeyr, buna razı olmazdım. Çünki yaddaş silinəndə bütün uşaqlıq xatirələr, hər şey adamın yadından çıxır. Yəni adamın həyatda mənası qalmaz. Çünki adamın həyatda tutan bir şey onun bir xatirələrdir. Onun evdəkilərlə, ya da ki dostlarla keçirdiyi vaxtların yadına salıb deyib gülməsi, əylənməsi.